Salam, adi və onlu kəslər mövzusunda 105 nömrəli sualın həllinə baxırıq. Diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı haqqında məlumat verilmişdir. 4-cü gün 18 ədəd elektrik əşyası satılıbsa, 5-ci gün satılan elektrik əşyaların miqdarı nə qədərdir? Baxın, 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı verilib və hissələrlə verilib. İndi əvvəlcə biz baxaq ki, 4-cü gün bütün əşyaların 11-də 3 hissəsi satılıb. Yəni biz ilk öncə 11-də 3 hissəsi 18-ə bərabər olan ədədi tapmalıyıq. 18-ə bərabər olan ədədi tapmalıyıq. Çünki 18 ədəd satılıb. Bunun üçün 18-i böləcəm 11-də 3-ə. Çünki hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. 18 bölmə vurma ilə əvəz olunur, kəsir tərsinə çevrilir. 18-i 3-ə böləndə 6 dəfə 66. Bu tapdığımız 66 elektronika mağazasında olan bütün elektrik əşyaların miqdarıdır. İndi baxın, birinci gün 11-də 1, ikinci gün 11-də 2, hamısını toplayırıq. Birinci gün 11-də 1, ikinci gün 11-də 2, üçüncü gün 11-də 3 və dördüncü gün 11-də 3. Bunları toplayanda olacaq 11-də 6, 8, 9. 11-də 9 hamısı. 5-ci günə nə qədər qalır? 11-də 11-dən 11-də 9 çıxanda qalır 11-də 2. Deməli, 5-ci gün bütün əşyaların 11-də 2 hissəsi satılıb. Bütün əşyaların miqdarı da 66 ədəddir. 66-nın 11-də 2 hissəsini tapırıq. 66-nın 11-də 2 hissəsini tapmaq üçün 66-nı 11-də 2-yə vurmaq lazımdır. Olacaq 66 vur 11-də 2. 66-nı 11-ə böləndə 6 dəfə, 6-nı 2-yə vuranda 12. Deməli, 5-ci gün satılan elektrik əşyaların miqdarı 12 ədəddir.